Salam, hər vaxtınız xeyir. Bu gün sizə çox maraqlı bir mövzuda danışacağam. 8.5 IELTS balını necə əldə etdim? Bundan sizə ətraflı danışacağam ki, siz də dəyərli yoldaşlar, əziz dostlar, siz də burdan bəlkə özünüzə lazım olan bir neçə faydalı məsləhətləri götürə bilərsiniz və onu özünüz üçün tətbiq edə bilərsiniz. 8.5 IELTS-ı gördüyünüz kimi mən hardasa 2018-ci ildə almışdım. 8.5 bal almaq üçün bildiyiniz kimi reading, listening, speaking, həm də writing bölmələrinin hər birindən bizə daha yüksək maksimum ballar lazımdır ki, ortalamamız 8.5 çıxsın. 8.5 balı ilk olaraq tam, yəni gözləmirdim. Hal-hazırda baxmayaraq ki, IELTS trainer kimi fəaliyyət göstərirəm, amma 2018-də sadəcə sizin kimi adi bir tələbə idim və 8.5 balı ümumiyyətlə yəni gözləmirdim. Elə bir məqsədim yox idi. Amma ki, təbii ki, daha çox çalışmaq, daha disiplinli və motivasiyada olmaq, maksimum effort vermək bu kimi belə deyək, pozitiv cəhətlərim var idi. Və indi isə gəlin hər bir sekşına ayrı-ayrılıqda toxunaq və o sekşonlarla bağlı əsas strategiyaları sizlərə maksimum ötürməyə çalışım. İlk öncə mən başlamaq istərdim reading bölməsindən. IELTS-ın reading bölməsi bildiyiniz kimi tələbələr üçün son dərəcə çətin olan bölmələrindən biri sayılır. Reading bölməsi barədə mənim verəcəyim 2, 3, 4 ən əsas strategiya varsa, onlardan biri düzgün parafrez edə bilmə bacarığı. Düzgün sinonimləri bilmə. Yəni ki, IELTS-da bildiyiniz kimi mətnlərdə bəzən suallara baxırsınız və ya mətnə baxırsınız, görürsünüz ki, onları əlaqələndirmək olduqca çətindir, son dərəcə çətindir. Bunun üçün sizdə çox güclü sinonim biliyi olmalıdır. Yəni ki, IELTS sinonimlərinə biz çox daha yaxşı bələd olmalıyıq, IELTS sinonimlərini yaxından bilməliyik. Bunun üçün hətta sizə belə bir vəsait tövsiyə edə bilərəm. Hansı ki, burada IELTS-a aid demək olar ki, sinonimlərdir və readinglərdə də çox istifadə olunur. Bu vəsaiti tamamladıqda artıq readinglərdə sualları mətnlə əlaqələndirmək çox daha rahat gəlir bizə. Ondan əlavə, IELTS-da əlbəttə ki, hər bir readingdə, hər bir sualı, məsələn, true, false, not given-dırsa, yes, no tipli sual cümləsidirsə, daha doğrusu sual növüdürsə, bu sualların hər birini, headingslərdirsə, hər birini ayrı-ayrı çalışmaq, ayrı-ayrı praktis etmək lazımdır. Bundan əlavə, əvvəldə qeyd etdiyim kimi, hər bir sual növünü ayrı-ayrılıqda çalışmaq, ayrı-ayrılıqda praktis etmək son dərəcə önəmlidir. Xüsusilə readinglərdə nöqtələrin yerini doldurmaqda biz mütləq şəkildə diqqət etməliyik. Qrammatikaya, tək isim tələb edirmi, cəm isim tələb edirmi, canlı, cansız və yaxud sifət tələb edirmi, feil tələb edirmi? Bunları mütləq şəkildə öncədən predict etməliyik, yəni proqnozlaşdırmalıyıq. İndi isə keçək listening bölməsinə. Listening bölməsində də ən önəmli nüanslardan biri readingin sonunda dediyim kimi predictability, yəni proqnozlaşdırma qabiliyyətinin olmasıdır. Bizə verilən 30-40 saniyə vaxtda biz maksimum fokuslanmalıyıq ki, hansı cavab versiyaları ola bilər. Yəni onları biz düzgün təxmin etməliyik, qrammatika ilə doğru əlaqələndirməliyik. Bundan əlavə, listeningdə daha çox, mən bilirəm ki, tələbələr əziyyət çəkir listeningin 3 və 4-cü sectionlarında. Yəni ki, daha çox testlərlə bağlı olan suallarda, testlərlə bağlı olan sualları əlaqələndirməkdə daha çətinlik çəkir. Bunun ən yaxşı yollarından biri təbii ki, daha çox praktika etməkdir, daha çox praktika edib bu tipli suallara öyrəşməkdir. Amma predict etmək, yəni qabaqcadan proqnozlaşdırmaq da burada çox effektiv rol oynaya bilər. Bundan əlavə, onu da qeyd edim ki, mən məsələn imtahana hazırlaşdığım ərəfələrdə daha çox üstünlük verirdim listeningi aşağı sürətdə deyil də daha yüksək sürətdə. Yəni YouTube-da bilirsiniz də, oradan mümkündür 1.25 var, 1.50 daha yüksək sürətdə biz dinləyə bilərik listeningləri. Daha yüksək sürətdə dinlədikdə biz o sürətə daha tez adaptasiya ola bilərik, daha tez öyrəşə bilərik və artıq aşağı sürətdə, yəni aşağı deyil də orta sürətdə dinləmək bizə çox daha rahat gələ bilər. Bu listeninglə bağlı deyəcəklərim. İndi isə keçid alaq IELTS-ın writing bölməsinə. Bəli, mən düşünürəm ki, writing və
speaking bölmələrində uğurlu ola bilmək üçün daha çox adətən humanitar fənlərdə uğurlu olan tələbələr daha rahat olurlar speaking və writing bölmələrində. Çünki bunlar bir qədər yaradıcılıq, bir qədər özümüzdən nələrsə qura bilmə, özümüzdən hekayələr qura bilmə bunları tələb edir. Writing bildiyiniz kimi task 2 və task 1 olur IELTS-da və burada da reading-dəki kimi IELTS-ın writing task 1-də mütləq şəkildə hər mövzu barədə, yəni hər writing növü barədə ayrı-ayrılıqda işləmək son dərəcə effektiv olar və həmçinin writing task 1-lərdə biz belə bir şey eləyə bilərik. Mən bir konspekt tutmuşdum, bir xüsusi dəftər ayırmışdım writing task 1-ə və orada ayrıca olaraq bar chart, line graph, map və proses diaqram, bilirsiniz, IELTS-ın writing-lərinin hər növünü ayrı-ayrılıqda ora qeyd etmişdim. Daha doğrusu hər növünə aid olan lüğəti, vocabulary-ni, yəni daha yüksək bal gətirən lüğəti ora qeyd etmişdim. Və bu mənə çox böyük üstünlük verirdi ki, mən artıq istər mock examlarda, sınaq imtahanlarında, istər real imtahanda mən artıq IELTS-ın writing task 1-nin mövzusunu görən kimi mən artıq bilirdim ki, orada hansı lüğəti mən tətbiq edəcəm, hansı lüğət orada mənim üçün öncəlikli olacaq. Keçid alaq writing task 2-yə. Writing task 2-də mən düşünürəm ki, daha çox biz üstünlük verməliyik daha akademik lüğətə. Bununla yanaşı sadə deyil də daha mürəkkəb cümlə quruluşlarına. Çünki bütün writingimizi biz sadə zamanlardan ibarət verə bilmərik. Biz gərək writingimizdə maksimum digər zamanlara da toxunaq və qrammatikamızın daha zəngin olmasını examinerə çatdıra bilək. Yəni daha zəngin qrammatika. Passive voice, direct, indirect speech, causative verbs, icbar növ feilləri mümkün qədər müxtəlif növ cümlə quruluşlarından istifadə edib qrammatikadan olan zənginliyimizi də qarşı tərəfə maksimum şəkildə çatdıraq. Bundan əlavə task achievement, yəni ki, fikrin məntiqi ardıcıllığı burada son dərəcə önəmli nüanslardandır. Fikrin məntiqi ardıcıllığı, task achievement. Biz introduction-ı düzgün verməliyik, body partları düzgün bölüb, yəni fikrin məntiqi ardıcıllığına maksimum diqqət yetirməliyik. Bilirsiniz, IELTS writing-də belə bir şərt var ki, bizdən istəyir ki, öz həyatımızdan bir təcrübə ilə və ya bir nümunə ilə fikrimizi ifadə edək və bunu dəstəkləyək. Və bunlar da düşünürəm ki, son dərəcə önəmlidir. Xüsusilə indi yadıma gəlir, writing task 1-lərdə müqayisələr aparmaq son dərəcə önəmlidir. Çünki IELTS-ın tələblərindən biridir bunlar writing-lərdə. Və həmçinin çox vaxt tələbələrin etdiyi səhvlərdən biri, bal itirməsinə səbəb olan ən önəmli şeylərdən biri keçidləri bir qədər sərt verməkdir. Keçidləri bir qədər daha yumşaq verə bilsək, writing task 2-də və task 1-də daha yaxşı olar. Yəni ki, bir fikirdən dərhal birbaşa əlaqəsiz olaraq başqa bir fikrə sürətli şəkildə keçid etmək bizə bal itkisinə səbəb ola bilər bizim üçün. İndi isə gəlin speaking bölməsindən danışaq IELTS-ın. IELTS-ın speaking bölməsi bildiyiniz kimi daha çox nə tələb eləyir? Mən ilk öncə onu deyəcəm sizə. IELTS-ın speaking bölməsi daha çox tələb eləyir axıcı və zəngin lüğət ilə danışa bilməyi. Yəni ki, qrammatikanı mən burada bir qədər arxa planda qoyuram. Çünki qrammatik biliklər burada son dərəcə önəmli deyil. Təbii ki, qrammatika da önəmlidir. Biz kobud qrammatik səhvlər edə bilmərik. Amma IELTS kitabçalarının arxasında biz diqqət eləsək, 7-5-in tərifinə, məsələn 7-5, 8 balın hətta tərifinə yazır ki, speaker, yəni danışan fikirlərini qarşı tərəfə minimum səhvlərlə daha axıcı və zəngin vocabulary ilə ifadə etməlidir. Yəni minimum səhvlərlə deyir burada bizə, əziz dostlar. Yəni bizə demir ki, sən orada səhv etməməlisən. Xeyr. Hətta yüksək IELTS balı ala bilmək üçün də biz minimum səhvlər eləyə bilərik. Burada problem yoxdur. Amma danışıq, speaking daha axıcı olmalıdır, zəngin vocabulary olmalıdır və əlbəttə ki, istifadə edəcəyiniz cümlə quruluşları nə qədər mürəkkəb cümlə quruluşları olsa, bir o qədər üstünlük olacaq, bir o qədər sizə bal gətirəcək. Akademik idiomlar,
fikrinizi düzgün dəstəkləmək, keçidləri çox sərt verməmək, emosional yox, bir qədər topika, bir qədər peşəkar yanaşmaq. Yəni emosional sizə sual verildikdə mütləq məcbur deyilsiniz ki, reallıq üzərindən cavablar verəsiniz. Bəzən tələbələr reallıq üzərindən cavablar verməyə çalışır və hər nə qədər onlara deyilsə də, amma mümkün qədər, yəni bilirsiniz, IELTS-da yalan da desəz heç bir problem yoxdur və yaxud hansısa bir hekayə, fantaziya qursaz heç bir problem yoxdur. Burada əsas olan fikrinizi axıcı şəkildə qarşı tərəfə çatdıra bilməkdir. Əlbəttə ki, öncəliklərimiz akademik lüğət, axıcılığı təmin etmək üçün müntəzəm şəkildə davamlı speaking practice etmək dərslərdə. Yəni əsas deyəcəyim şeylər bunlardır. Və bir vəsaitdə son olaraq sizinlə paylaşmaq istəyirəm. Az öncə reading bölməsi üçün sizə bir vəsait paylaşdım ki, bu həm readingdə, həm də mən deyərdim listeningdə də önəmlidir. Çünki bəzən listeningdə də biz parafraz eləyib sinonimlərini axtarırıq və bu bizə çox kömək edir. Bütün reading, listening, writing, speaking, hətta vocabulary practice eləyə biləcəyiniz belə bir vəsaitlə mən sizə tanış etmək istəyirəm. Bu vəsait nəyə görə mən sizə tövsiyə edirəm? Çünki burada belə bir şey var ki, listening, reading, yəni bütün hər bir şey, IELTS-ın bütün bölmələri bir aradadır. Yəni ki, həmçinin vaxtınıza qənaət edirsiniz. Rus bölməsi, Azərbaycan bölməsi üçün fərqi yoxdur. Həm vaxtınıza qənaət edə bilirsiniz, həm də bilirsiniz də IELTS-da tələbələr çox vaxt hər dəfə reading çıxarmalı olur, listening çıxarmalı olur və yaxud kompüterdən işlədikdə bir qədər daha çətin olur. Amma bütün bölmələri biz bu kitab üzərindən işləyə bilərik. Səhvlərimizə də istədiyimiz vaxt çox daha rahat şəkildə geri dönüşlər edib analizlər eləyə bilərik. Düşünürəm ki, son dərəcə faydalı oldu. Təşəkkürlər dinlədiyiniz üçün.